Axşamdan yoğurulan xəmiri səhər ilk işimiz gündələmək olur. Təndirə odu salıb yanmağını gözləyirik. Təndir bu formada olmalıdır. Təndirin kənarları ağaranda bilirik ki, artıq hazırdır. Odun üstü bu formada ağarmağını gözləyirik. Əks halda çörəklər yana bilər. Təndirin kənarlarını su ilə yuyuruq. 2 xörək qaşığı duzu 1 stəkan suda həll edib videoda göstərilən kimi təndirə tökürük. Təndir nisbətən soyub artıq hazırdır. Kündəni yayıb üzərinə yumurta əlavə edirik. Yersiz qabarmalar olmasın deyə də çəngəl vururuq. Göstərilən formada təndirə yapışdırırıq. Duzlu suyu vurmaqda məqsədimiz çörəyin altı yapışmamasıdır, rahat formada çıxmasıdır. Təndirin yuxarı hissəsində 9, aşağı hissəsində 8 dənə çörək götürür. Bu bütün təndirlərə aid deyildir. Fərqli ölçülərdə təndirlər olur. Çörək bu formada qızaranda artıq hazırdır. Aşağı hissəsi qızaranda artıq bilirik ki, çörəyi çıxartmaq vaxtıdır. Bıçağın köməyi ilə çörəyin yuxarı hissəsini qopardırıq ki, rahat çıxsın. Aşağıdan yuxarı qopartmaq çox rahat olur. Dəmirin üstünə qoyuruq. Közü biraz tərpədirik ki, üzünü rahat şəkildə qızarda bilək. Çörəyi bu formada aşağı salırıq, yuxarı tuturuq ki, üzü tam şəkildə bişsin. Çox saxlamırıq, 1 dəqiqəyə hazırdır. Təndirin yuxarı hissəsinə 2 dəfə çörək yapmaq olur, aşağı hissəsinə isə 1 dəfə çörək yapmaq olur. Heyvanlarımıza da çörək verməyi unutmuruq. Kanalım yenidir, dəstək olsanız çox sevinərəm. Kəndə aid bilmək istədiyiniz nə varsa yorumlara yaza bilərsiniz. Budur, artıq çörəyimiz hazırdır.